Salam, hər vaxtınız xeyir, mən Toğrul Əzizov, karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara, iş axtarışında dəstək olan şəxsə deyilir. Sizə gəlir iş axtarıcısa, sizə iş axtarışınıza dəstək verə bilərəm. Bugün mən sizin üçün 2 may 2025 tarixində elan edilmiş ən yeni elanlarla bağlı məlumat vermək istəyirəm. Amma bunlar haqqında qısaca olaraq bir neçəsinin ümumi bir məlumat verdikdən sonra bir təxminən 6-7 dənəsi haqqında detallı şəkildə məlumat vermək istəyirəm. Çünki o həmin o 6-7 dənəsi daha az şərtlə iş axtaran işlərdir. Yəni o işlərə qəbul olma ehtimalınız daha yüksəkdir. Gəlin onlara keçmədən öncə ümumi olaraq belə deyim, ötəri şəkildə digər işlərlə tanış olaraq. Məsələn, gözətçi işi var, mühafizəçi işi var, resepsiyon işi var, operator işi var, administrator işi var, ofis meneceri işi var, inzibatçı işi var, çağrı mərkəzində operator işi var, MyPayDev, sonra fəhlə işləri var, aşpaz işləri var, qutabçı işi var, təndirçi işi var, çörəkçi işi var, xadimə işi var, qabyan işi var, xadimə işi var, təmizlikçi bəy işi var, sürücü işi var, ekspeditor işi var, sonra Harvest şirkətində də sürücü ekspeditor işi var, satış məsləhətçi işi var regionlarda, çörəkçi işi var Şamaxıda 1500 manat, 1000 manatdır, satış məsləhətçi işi var Ağstafada, sonra dərzi işi var 1000 manatlıq da var, sonra dayə işi var 600 manatlıq da var, çoban işi var 600 manatlıq, usta köməkçi işi var 600 manatlıq, sonra tibb bacısı işi var, paketləyici işi var. İndi mən sizə, yoldaşlar, bayaq dediyim kimi, bəzi işlər var ki, onların şərtləri çox asandır. O işlər haqqında məlumat vermək istəyirəm. Onlardan biri elə usta köməkçisi işidir, yoldaşlar. Gəlin o usta köməkçisi haqqında məlumat verim. 600 manatlıq bir işdir. Deməli, bu iş nədən ibarətdir? Gəlin detallarını verim sizə. Deməli, bir təxminən deyimdə sizə 6-7 dənə bu tipli az şərtli işlərdən bəhs eləmək istəyirəm indi. Bu usta köməkçisi 600 manatlıq bir işdir, yoldaşlar. Biləcəri qəsəbəsində olmalıdır bu iş, bəli. Biləcəri qəsəbəsindədir. 18-23 yaşlı gənclər üçündür. Siz həm təcrübə toplayacaqsınız, həm də işi öyrənəcəksiniz. Ustanın yanında iş görəcəksiniz. Reklam istehsalı şirkətidir, yoldaşlar. Belə bir iş var. 600 manata qədər qazanmaq potensialı olan bir işdir. 6 günlük bir işdir. Başqa bir iş aşpaz köməkçisidir. Bu xanımlar üçündür, yoldaşlar. Baxın, aranızda əgər xanımlar, bax belə bir özəlliyi var bu işin. Özəlliyi bundan ibarətdir ki, 25-45 yaşlı xanımlar üçündür. Balıq əhmək restoranındadır. İş saat 10-da başlayır. Amma burada birinci detal var ki, siz nə qədər qoçaq olsanız işi bitirib tez çıxa bilirsiniz. Yəni gün ərzində ən uzağı 5 saatlıq iş olur. Yəni siz əgər zirəksizsə 3-4 saata da o işi bitirib evinizə gedə bilərsiniz. Qarşında da 300 manat alırsınız. Düzdür, bu başlanğıc maaşdır bu 300 manat. Gələcəkdə bu arta da bilir. İşiniz nədən ibarətdir? Onun bir cəhəti budur ki, ən azı 20, maksimumda 70 ədəd balıq təmizləyirsiniz. Belə bir işdir, yoldaşlar. Rahat işdir. Bacarmırsınızsa da öyrədirlər, yəni xəbəriniz olsun. Sonra başqa bir iş var. Bu 21-24 yaşlı şəxslər üçündür, ingilis dili bilənlər üçündür, avtomobilin quruluşu və istismar üzrə biliyə malik olan şəxslər üçündür. Varsa daha doğrusu üstünlük verirlər. Əsas məsələ texniki, menecment və iqtisad yönümlü ali təhsil olan şəxslər üçündür. Bu adətən gənc nəsillər daha meyillidir, çünki gənc nəsildə pullar daha çox var. 450 manatda pul verirlər, yəni gənclər üçün bu kifayət qədər qanedici bir şeydir, düşünürəm. İş təcrübəsi də tələb eləmirlər sizdən. Bax, belə bir fürsətlər də olur. Sonra aranızda əgər pizza pişirməyə üzrə bir sənətə yiyələnmək istəyirsinizsə, baxın, belə bir iş də var. 18-30 yaşlı şəxslər üçündür. Fərq eləmir cinsiniz, xanımsınız ya bəysiniz. İşi öyrədirlər, yoldaşlar, sizə. İş təcrübəsi də vacibdir deyil. Öyrənmə prosesində sizə 460 manat pul verirlər, 60 manat da yemək pulu. İşi öyrəndikdən sonra isə 520 manat pul verirlər, 60 manat da yemək pulu. Belə bir iş də var, şəhərin mərkəzində olmalıdır bu iş, bəli. Sahil 28 may Elmər metrosuna yaxın yerləşir. Sonra bankda iş var, yoldaşlar, arxivçi işidir. Bu da sizdən ciddi bir şey tələb eləmir. Azərbaycan dilini bilin, ofis proqramlarını da yaxşı bilin. Belə bir işdir. Sonra axşam növbəsində iş var, yoldaşlar.
əlaqə mərkəzinin kiçik mütəxəssisi olaraq bu da sizdən ali təhsil tələb edir, aydın və səlis nitq tələb edir, səlis rus dili biliyi və Azərbaycan dili biliyi tələb edir. Yəni ciddi bir şey tələb eləmir də. Bir dənə ali təhsiliniz olsun. Bir dənə öz dilimizlə bərabər rus dilini bilin. Başqa heç nə demək olar tələb olunmur sizdən. Bax belə bir işlər də var. Sonra bu tipli işə bənzər başqa bir yerdə də var. Məsəl üçün Ailə TV-də iş var yoldaşlar. Çağrı mərkəzi operator işidir. Bu 550 manatlıq işdir. Bu da xanımlar və bəylər üçündür. İş təcrübəsi tələb eləmir. Rus dilini bilməlisiniz. 18-25 yaşlı şəxslər üçündür. Bakalavr təhsiliniz. Bayaqki ilə demək olar eynidir. Bayaqki ilə fərqli olaraq burada yaş təcrübəsi də qeyd olunubdur. Daha doğrusu yaş xətti də var. Bu isə 28 may metrosu tərəfdədir. Bax belə bir iş də var. Sonra aranızda əgər deyirəm sizə Photoshop proqramını bilən varsa, baxın belə bir iş də var. 400 manatlıq belə bir iş var. Neftçilər metrosu tərəfdədir. Yəni kserokopiya işidir. Photoshop'u bilirsinizsə, gedib bu işdən də məşğul ola bilərsiniz. Bu bugünə olan az şərtli iş elanlarından bir qismidir. Amma siz dünənin iş elanlarının da arasında bu tipli işlərlə tanış olmaq üçün, ümumiyyətlə digər işlərlə də tanış olmaq üçün, ümumiyyətlə isə, tam ümumiyyətlə belə deyək, nə qədər çoxlu ümumiyyətlə söz dedim. Ümumiyyətlə isə iş axtarışınıza dəstək istəyirsinizsə, videonun üzərində qeyd olunan əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.